Payız idi. Sanki şəhər özcə nəfəsini tutub gözləyirdi. Ya yağıntının artmasını, ya da içində saxladığı bir kəlməni deməsini. Aliyə hər zamanki kimi şəhərin səs-küyündən uzaq bir küçədə yerləşən balaca kafedə oturmuşdu. Pəncərə kənarındakı yer həmişə onundu. Yanında tutqun yaşıl rəngdə dəftəri, qarşısında isə buxarı hələ tam çəkilməmiş çay stəkanı vardı. Barmaqları kitabın səhifələrində, amma fikri başqa yerdə idi. Yağış pəncərəyə səssizcə toxunurdu. Sanki kimsə içəri girmək üçün icazə istəyirdi. Bir anlıq başını qaldırdı. Qapı açıldı. Kafeyə yad bir nəfəs daxil oldu. İçəri girən kişi boylu buxunlu, nəm paltosunu ehmalca çıxararaq ətrafa baxdı. Onun baxışları sakit, amma axtaran idi. Sanki kimisə tanımadan tanıyırdı. Aliyənin olduğu tərəfə yaxınlaşdı. Qəribə idi. Kafedə başqa boş masa da vardı. Amma o, düz onun qarşısında dayandı. Bağışlayın, bir şey soruşa bilərəm, dedi kişi səsi sakit, amma içində qəribə bir təlaşla. Aliyə başı ilə razılaşdı. Səssiz idi, amma cavabı həmişə hazır olurdu. Sizcə, insanlar niyə bəzən ən doğrusunu bildiyi halda ən səhv addım atır? Aliyə bir an sustu. Bu sual onu təəccübləndirmədi. Sanki bu sual illərlə onun içində dolaşıb durmuşdu. Kitabı bağladı. Səmimi, dərin, amma iddiasız baxışla cavab verdi. Çünki bəzən qorxular həqiqətlərdən daha inandırıcı olur. O an sanki zaman dayandı. Kişinin baxışlarında bir boşluq yarandı. Ya düşüncəyə qərq oldu, ya da çoxdan eşitməli olduğu bir cavabı nəhayət eşitdi. Təxminən bir neçə saniyəlik səssizlik oldu. Nə çaydan buxar qalxdı, nə yağışın ritmi dəyişdi. Maraqlı yanaşmadır, dedi kişi, asta gülümsəyərək. Aliyə isə sadəcə başını yüngülcə tərpətdi. Onun üçün bu diyaloq tam idi. Artıq daha çox danışmağa ehtiyac yox idi. Kişi təşəkkür edib uzaqlaşdı. Başqa masa seçdi. Amma artıq kafedəki hava dəyişmişdi. Hər ikisi üçün. Aliyə bir daha kitabı açmadı. Dəftərinə yazmadı da. Sadəcə pəncərəyə baxaraq içindəki səsə qulaq asdı. Görünür bu payız başqa başlayır, deyə düşündü. Səhər saat 9:12. Aliyənin telefonunun ekranında vibrasiya səssizcə titrədi. Gözlərini açmadan əli ilə ekranı sürüşdürdü. Gündəlik saatı idi. Amma bu dəfə oyandıqda qəribə bir narahatlıq hissi vardı. Sanki dünən yaşanan nəsə onun içində yer tapıb susqunluqla oturmuşdu. Ayağa durdu. Pəncərəyə yaxınlaşıb pərdələri araladı. Yağış kəsilmişdi. Amma havada hələ də bir rütubətli təmizlik vardı. Elə bir hava belə dünənin içindən keçib bugünə gəlmişdi. Səhər yeməyini yemədən çantasını götürüb evdən çıxdı. Bütün yol boyu həmin sual beynində dönürdü. Sizcə insanlar niyə bəzən ən doğrusunu bildiyi halda ən səhv addım atır? O qədər sadə, amma bir o qədər dərin sual idi. Və o cavab. Çünki bəzən qorxular həqiqətlərdən daha inandırıcı olur. Sanki bu cavab təkcə yad bir kişinin sualına yox, Aliyənin özünə də yönəlmişdi. Ofisə çatanda köməkçisi kağızlarla dolu bir qovluq uzatdı. Bugün saat 14:00-da seminar iştirakçıları ilə ilkin tanışlıq olacaq. Psixoloji mentorluq layihəsi üçün gələn qrup budur, deyə izah etdi. Aliyə başı ilə razılaşdı. Bu cür tədbirlər onun üçün adi hal idi. Əvvəlcədən planlanmış görüşlər, iştirakçılarla qısa dialoqlar, sonra isə layihə prosesi. Saat 14:03-də tədbir otağının qapısından içəri daxil oldu. Masa arxasında 8 nəfər əyləşmişdi. Qovluğu açıb təqdimat nitqinə başlamaq istədi. Amma baxışları bir nəfərə ilişdi. O idi.
Dünənki kafe səhnəsinin adamı. Köynəyi bu dəfə səliqəli, saçı yığcam, başları isə elə tanış. Amma indi bu tanışlıq narahatlıq doğururdu. Aliyənin nitqi yarımçıq qaldı. Amma özü hiss etdirmədi. Xoş gəlmisiniz. Mən Aliyə. Bu layihə sizi daha dərindən tanımaq, eyni zamanda özünüzü daha yaxşı başa düşmək üçün başlanğıcdır. O danışdıqca Aydın onun adını iştirakçı siyahısından oxudu. Başını yüngülcə tərpədərək diqqətlə qulaq asırdı. Səsi tanıyırdı, amma bu dəfə onun ritmi dəyişmişdi. Biraz ehtiyatlı, biraz müdafiəli. Seminarın sonunda ailə iştirakçılara qısa sorğu payladı. Kağızları toplayarkən Aydının cavab vərəqində yazılan bir cümlə diqqətini çəkdi. Qalanlardan fərqli olaraq o sadəcə bir cümlə yazmışdı. Bəzən cavablar səssizlikdə gizlənir, amma mən artıq axtarmağa başlamışam. Aliyə kağızı qaytarıb çantasına qoydu. Sustu, amma bu dəfə o sükutun içində öz səsini eşitdi və bu onu həm qorxutdu, həm cəlb etdi. Axşam o evə qayıdarkən kafedən yan keçdi. İçəri girmədi. Sadəcə pəncərənin kənarında dayanıb içəri baxdı. O masa bu dəfə boş idi. Amma onun içində nəsə dolmuşdu və artıq dolan hər şey bir gün daşmalı idi. Uşaqlıq xatirələri adətən rəngli və parlaq olur. Amma Aliyənin yaddaşında bəzi səhnələr həmişə boz idi. Sanki o anlar günəş görməyən otaqda yaşanmışdı. Ən son atasını gördüyü gün xatirəsində yuyulub silinməyib, əksinə zaman onu daha da aydınlaşdırıb. Atası evdən çıxmazdan əvvəl gözləri Aliyə dikilmişdi. Heç nə deməmişdi. Sadəcə baxmışdı. Aliyə isə o baxışı uzun illərdən sonra belə unutmamışdı. Nə təbəssüm vardı, nə qorxu. Sadəcə qəribə bir əlvida hissi. Sonra xəbər gəldi. Qəza, ağır yol şəraiti, sükan arxasında olan başqa bir adamın ehtiyatsızlığı. Ölüm anidən, izahsız, amma sanki gözlənilən kimi gəlmişdi. Aliyə o gün danışmadı. Nə ağladı, nə sual verdi. Anası uşaq şokdadır, dedi. Amma əslində Aliyə o andan etibarən səsini içində saxladı. Onun səssizliyi orada başlamışdı. İllər keçdi, o böyüdü, universitetə daxil oldu. Fərqli şəhərlərdə yaşadı, fərqli insanlarla tanış oldu, amma içindəki bir otaq, atası ilə son baxışın otağı həmişə qaranlıq qaldı. Bugün isə seminar zamanı Aydının bir cümləsi o otağın qapısını azca araladı. Seminar mövzusu gizli qorxular və onları necə dərk etməli idi. Aydın söz istəyib danışmağa başladı. Bəzən insanlar qorxularını məntiqli qərarlar kimi gizlədir. Məsələn, mən bir dönəm sürücülükdən uzaq durmuşam. Yəni qəzadan sonra. Bir insanın ölümünə səbəb olan qəzanın şahidi oldum. Rəsmi olaraq məsuliyyət daşımasam da, mən sükan arxasındaydım. Sakitlik otağı bürüdü. Aliyənin ürəyi sanki bir an dayanıb yenidən vurdu. Aydın davam etdi. Amma onun səsi artıq Aliyə üçün uzaq idi. O beynində həmin qəza sözünü tutub, donub qaldı. Gözləri qeyri-ixtiyari şəkildə Aydının üzünə dikilmişdi. Amma baxışlarında artıq soyuqluq vardı. Sükan arxasındaydım, məsuliyyət daşımadım, amma... Aliyə otaqdan çıxmadan sadəcə başını aşağı saldı və sükuta büründü. Qəlbində qəribə bir his oyandı. Bu adam onun atasının ölümündə rolu olan biri ola bilərmi? Yenidən o qaranlıq otaq açıldı. Bu dəfə orada Aliyənin özü də vardı. Tək deyildi, suallar içində boğulurdu. Bu bir təsadüftürmü? Yoxsa yollarımız illər əvvəl görünmədən kəsişib? Axşam Aliyə evdə atasının yeganə qalmış köhnə dəftərini açdı. İçində yarımçıq cümlələr, rəsimlər və bir neçə telefon nömrəsi vardı. Biri tanış gəldi. Aydının soyadını oxşayırdı. O an başa düşdü ki, bu qarşılaşmalar sadəcə hadisə deyil, onun həyatı ilə Aydının həyatı bir zaman toxunmuşdu. Səssizliyin içində yatan səs indi danışmaq istəyirdi. Amma Aliyə bu səslə necə üzləşəcəkdi? O gecə ilk dəfə gündəliyinə bunları yazdı. Əgər keçmiş səni tapıbsa, deməli hələ danışmadığım bir hekayəm var və mən artıq onu susaraq daşıya bilmirəm.
Güzgü qarşısında dayanmaq bəzən ən çətin qarşılaşmadır. Özünü görmək, amma bəzən tanımamaq. Bu həm Aliyənin, həm Aydının yaşadığı bir hissə çevrilmişdi. Aliyə o gecədən sonra daha sakitləşmədi. Aydın haqqında internetdən, köhnə qəzet arxivlərindən məlumat toplamağa başladı. Tapdığı xəbərlər arasında ilk əvvəl baş vermiş qəza ilə bağlı bir xırda qeyd vardı. Avtomobil qəzası, 2 nəfərin iştirakı, birinin həyatını itirməsi. Rəsmi məlumatlar az idi, amma adı oradaydı. Aydın Səmədov. İndi Aliyə əmin idi. Bu sadə tanışlıq deyildi. Bu həyatın ona illər sonra yönəltdiyi bir sual idi. Aliyə qərar verməli idi. Susmaq ya üzləşmək. Növbəti seminar fərdi sessiyalarla davam edirdi. Hər iştirakçı ilə 15 dəqiqəlik şəxsi danışıq. Aydın da növbədə idi. Aliyə otaqda tək oturmuşdu. Əli qeydlərində, amma fikri bir yerə cəmlənmirdi. Qapı döyüldü. Aydın içəri girdi. Onun gözlərində sakitlik yox idi bu dəfə. Sanki özü də nəyinsə fərqində idi. Əyləşin, dedi Aliyə sakitcə səslə, gözlərini qaldırmadan. Aydın oturdu. Sükut bir neçə saniyə çəkdi. Mən dünən danışdıqlarım üçün deyə Aydın başladı. Amma Aliyə onu kəsdi. Məncə siz hələ danışmadığınız şeylər üçün izah verməlisiniz. Bu cümlə otağı kəsdi. Aydın bir an dondu. Baxışları Aliyənin gözlərinə toxundu. O baxışlarda ittiham yox idi. Sadəcə həqiqət istəyən bir səssizlik vardı. O qəza. Mən onu hər gün xatırlayıram. Amma sənin, yəni sizin, Aydın sözlərini itirdi. Aliyə bir qədər irəli əyildi. Həmin gün sükan arxasında sən idin, elə deyilmi? Bəli, deyə Aydın demək olar ki, pıçıltı ilə cavab verdi. Amma o mənim günahım deyildi. Mən o insanı tanımırdım. Aliyə gözlərini yumdu. Bu cümlə ona bıçaq kimi batdı. O insan. Onun atası idi. Bir qızın həyatında boşluq qoyan, heç vaxt doldurulmayan bir yoxluq. Sadəcə bir qəza deyildi o. Onun uşaq ruhunun səssiz dağıntısı idi. Bəlkə də tanımırdın. Amma mən tanıyırdım, dedi Aliyə, səsi titrəyərək. O mənim atam idi. Otaq sustu. Nə divar saat işlədi, nə nəfəs səsləri duyuldu. Sadəcə bir-birlərinin başlarında titrəyən bir hekayə vardı. Aydın yerindən qalxdı, bir neçə addım atdı. Amma nəsə demədi. Qapıya çatanda dayandı. Bəzən insan öz güzgüsünü tapanda nə qədər sındığını görür. Amma yenidən baxmaq üçün cəsarət lazımdır. Mən baxmağa hazıram, əgər sən də icazə versən. Aliyə heç nə demədi. Sadəcə başını azca tərpətdi. Bu bir razılıq deyildi. Sadəcə bir qapının tam bağlanmaması idi. O gecə Aliyə gündəliyinə yazdı. Bəzən səninlə eyni səhifədə olmayan biri həyatının ən vacib cümləsini yazır. Onun cümləsi yarımdır. Mən tamamlayacaq gücdə deyiləm, amma oxuyacaq qədər cəsarətliyəm. Səhəri gün Aliyə həmin qəza yoluna getdi. Uzaqdan heç tanımadığı bir yerdən atasına salam verdi. Dəftərini çıxardı və bir cümlə yazdı. Sənin hekayənlə üzləşmək mənə səssizliyi öyrətdi. İndi öz səsimi tapıram. Günəş bir neçə gündən sonra ilk dəfə buludların arxasından çıxmışdı. Amma Aliyə üçün hava dəyişmirdi. İçindəki hava hələ də boz, ağır və nəmli idi. Bağışlamaq. Bu söz son günlərdə beynində fırlanırdı. Hər kəs deyirdi, bağışlasan, yüngülləşərsən. Amma kim deyirdi ki, o bunu ağırlaşdırmaq üçün tutmur? Kim deyirdi ki, bəzi səssizliklər bəzilərini qorumaq üçün saxlanmır? Aliyə o gün seminar otağına gec gəldi, amma başqa bir planla. Fasilədə Aydını tək tapdı, qapını bağladı və onunla üzbəüz əyləşdi. Mən səndən izahat istəmirəm, həqiqət artıq danışıb. Amma mən bir şey soruşmaq istəyirəm. Sən özünü bağışlamısan? Aydın dərin nəfəs aldı. Bəlkə də yox. Bəlkə də illərlə susmağımın səbəbi bu idi. Mən səni tanımırdım. O insanın sənin atan olduğunu bilmirdim. Amma o gündən sonra hər dəfə sükan arxasına keçəndə əllərim titrəyirdi. Ona görə peşəmi dəyişdim.
İnsanlara kömək etmək istədim. Bəlkə bu bir növ əvəz ödəmək idi. Aliyə sustu. Onun içində hələ də mübarizə gedirdi. Bir tərəfi qəzadır, o da insan idi, deyirdi. Digər tərəfi isə bax, bu da sənə susqunluğunun səbəbi, deyirdi. Mən səni bağışladım, dedi Aliyə nəhayət. Amma səninlə yaşadıqlarım məni dəyişdirdi. Mən indi daha sakit, amma daha güclüyəm. Bu səssizlik mənə öz səsimi tapmağı öyrətdi. Aydının gözləri doldu. O ayağa qalxdı, pəncərəyə yaxınlaşdı. Sənin sakitliyin mənim qışqıran vicdanımdan daha çox şey dedi. Bundan sonra Aliyə fərqli bir ritmlə yaşamağa başladı. Artıq o yalnız müşahidə edən deyildi. O danışmağa başladı. Psixoloji seminar layihəsinin sonunda Aliyə öz mərkəzini yaratmaq üçün rəsmi müraciət etdi. Adı Səssiz Güc. Bu mərkəz susqun qızların, atalarından, analarından, itkilərdən, sözlərdən yorulmuşların, amma hələ də danışa bilməyənlərin sığınağı oldu. Orada ilk tədbirdə çıxış etdi. İlk dəfə o qədər insan qarşısında danışdı. Mən uzun illər səsimi içimdə gizlədim. Amma başa düşdüm ki, səssizlik də bir cavabdır. Onu sözə çevirmək isə gücdür. Mən artıq danışmaqdan qorxmuram. Çünki hər səssiz hekayə bir gün danışmaq istəyir. Aydın tədbirə uzaqdan baxırdı. Əl çalmırdı. Sadəcə sakitcə izləyirdi. O bilirdi. Bəzi insanlar həyatına gəlir ki, səni silkələsin. Amma qalmaq üçün deyil, oyatmaq üçün. Aliyə çıxışdan sonra səhnənin kənarına çəkildi. Çantasından dəftərini çıxarıb sonuncu cümləni yazdı. Mən artıq səssiz deyiləm. Bu dəfə danışan qadın səssiz qızın içindən doğuldu. Aliyə mərkəzdə tək idi. Günün son saatları idi. Pəncərədən yavaş-yavaş gün batımı görünürdü. Divardakı saat tıqqıltı ilə irəliləyirdi. Amma Aliyənin içində zaman dayanmışdı. Səbir. Ona səbr edən deyildi əvvəllər. Nə gözləməyi sevərdi, nə də qeyri-müəyyənliyi. Amma indi anlayırdı ki, bəzi dəyişikliklər səssizcə, dərindən və illərlə baş verir. Güc. Bu illər ərzində əsir gücün səslə, qışqırıqla, sərtliklə ölçülmədiyini öyrənmişdi. Əsir güc, ağlayarkən özünü dağılmağa qoymamaq, tam qırılmadan, yumuşaq şəkildə sınmaq və sonra da səssizcə ayağa qalxmaqdır. Bağışlanma. Bu his əvvəllər onun üçün zəifliyin sinonimi idi. Bağışlasan, uduzarsan, deyə düşünürdü. Amma indi bilirdi, bağışlayan ən çox gücə sahib olandır. Ən çox çarpışanı, ən çox başa düşəni. Bir gün Aydın yenə gəldi. Qapını döymədi. Sadəcə məktub qoydu. Aliyə məktubu kafenin masasında oxudu. Sənin sakitliyin mənə həyatım boyu eşitmədiyim ən güclü şeyləri dedi. Mən artıq özümə qarşı dürüstəm. Sənin səssizliyinlə yaşayıram. Sənin bağışlamağın mənə lütf kimidir. Sən güclü qadınsan. Səssizcə dünyanı dəyişdirənlərdən. Aliyə məktubu qatlayıb dəftərinin arasına qoydu. Dəftərin son səhifəsində bir cümlə yazılmışdı. Hər qadın bir gün susmağı buraxacaq və həmin gün dünya dəyişəcək. O gün Aliyə dəftərini bağladı. Bu dəfə sonuncu dəfə. Aylar sonra Səssiz Güc mərkəzində bir tədbir keçirildi. Mərkəzdə onun hekayəsindən ilham almış qadınlar danışırdı. Onlar artıq susmurdu. Aliyə səhnənin arxasında dayanmışdı. Bu dəfə özü danışmırdı, amma ehtiyac da yox idi. Çünki artıq onun səsi yüzlərlə qadının dilində yaşayırdı. O sakitcə pəncərəyə tərəf getdi. Yağış damcıları şüşəyə toxunurdu. Tanış səslər. Əlindəki çaydan bir qurtum içdi və gülümsədi. Bu dəfə səssizlik zəiflik deyildi. Bu dəfə səssizlik güc idi.